Hər kəs salam, bu mənim ilk səsli videomdur. Bu günlər sizə hesabımı tanıtacağım. Gəlin ilk öncə yüksəldilə bilən silahlara baxaq. Yüksəldilə bilən silahlarda mövcudda məndə Godzilla var. Bunu 3 səviyyə eləmək fikrindəyim. P90 var, bu bonus bəsdən gəlmişdi. Yamalı Tavşan MK var, bu Royal Pass'dan gəlmişdi. Ruh Biçə UMP var. Bunu mən yüksəltmək fikrindəyim, amma hələ ki parçacığım çatmır. İnşallah yüksəldərik tam. Bunu mən 540 UC tək atmışdım. Sonra SKS var. Bu Royal Pass'dan gəlmişdi. Dikenli Şafak MM604. Sonra Tundra Şövalye Sansarı var. Ruhani Mühafız Uzisi var. Uzilərdən çox desənim olmadı. Həm də Uzini çox sevdiyimə görə bunu max səviyyə eləmişəm. Sonra tavamız var. Tava ancaq yüksəldə bilən məndə budur. Ölüm duyurusu mən o qədər deyən vacib deyil. UMP var. Bunu yüksəltmək istəmirəm, çünki məndə ruh bitən UMP var. Sonra küçük midili M762 var. Bu son görüşü o qədər də lazımdır son səviyyə eləmək. Elə bu səviyyəsi daha yaxşıdır məndə. Bir də M24 var. M24'ün mənə son səviyyəsi çox xoşuma gəlmədi. Ona görə ölüm duyurusuna qədər yüksəltməyə fikirləşirəm. Gəlin setlərə bax. Setlərdə məndə Ankura X-Suite var. İşğalçı seti var. Nadirlik o qədər də yoxdur. Firavun var. Nadirlik o qədər də yoxdur. Başlıqlarda da nadirlik yoxdur. Mən Godzilla çox xoşuma gəldiyinə görə Godzilla'nı istifadə edirəm. Papaqlarda isə destansı, 7 dənə destansı var. Qalan heç birini kullanmıram. Yəni istifadə eləmirəm. Xoşuma gələn yoxdur. Bu boynuzu arada istifadə edirəm. Gözlüklərdən də inanmıram ki, gözlükdən çox istifadə edən insan var. Maskalardan ən çox bunu istifadə edirəm. Nəsə xoşuma gəlir. Başqa istifadə elədiyim yoxdur. Setlərdən isə bəzən kombinlər düzəldirəm. Belə setlərdən kombinlər düzəldirəm. Yəni çox istifadə eləməm, arada düzəldirəm. Çantalarda isə Firavun çantası və digər qız Firavun çantası var. Yəni bir də Godzilla çantası. Bu üç çantadan başqa heç birini istifadə eləmirəm. Burada da dediyim kimi kombinlər düzəldirəm. Silahlarda isə belədir. Məndə X-Suite'lərə baxaq. X-Suite'lərdə məndə gördüyünüz kimi Ankura X-Suite, bir də Firavun var. Firavunu 2 səviyyə elədim. Məncə 3-cü səviyyə hələ ki eləməyim. Lobby özəl bunu açmışam, bu məndə var. Bir də ki inanılmaz girişi atım. Onun 3-cü səviyyə eləmək fikrindəyim. Parçacıqlarda isə belədir. Bu süsləmələri çox xoşuma gəlmir. Onları heç vaxt maçda istifadə edə bilmirəm. Envanterdə də yer saxlayıb, ona görə bilmirəm necə bunlardan əl qurturum. Belə. Gələn həftəyə RP'dən Elite Pass Plus'u almaq fikrindəyəm. Həmin UC'lərlə də ki burada bunu yüksəldib. Burada məndə təxmini 6 var.
5'ti, amma burada 25'ti deyə 30 olanda da bir ver, onu 6 kimi hesablayıram. Bunları yığıb bu seti almaq fikrindəyim. Siz də doğrudur, yoxsa başqa set adını yorumlarda yazardınız. Bu mənim ilk səsli videom idi. Əgər xoşunuza gəlsə, gerisi də gələcək. Sağ olun, like atmağı və abunə olmağı unutmayın.